Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizi Qəbələ rayon Şamlı kəndindən salamlayıram. Şamlı kəndində 45 sot, kin təyinatlı, çıxarışlı torpaq sahəmiz satılır. Torpaq sahəmizin içərisində dədə-baba evi var, 2 mərtəbə. Yəni içərisində yaşamaq mümkündür, şəraiti var. Bir də yarım tikili evimiz var, onu da qeyd edib göstərəcəm. Əziz izləyicilər, torpağımız asfalt yolun kənarında, dəmir vağzal yoluna və aeroportun tam yaxınlığındadır. Onu da qeyd edim ki, ərazimizdə 100 topadan çox fındıq ağacı var. Fındıq ağaclarının demək olar ki, fındığın da hər kəs bilir ki, kilosu 8 manatdan aşağı yay aylarında yəni olmur. Yəni ərazimizdə 2 ton, 3 ton bir ildə məhsul verir fındığı. İçərisi ilə sizi tanış edim, zəhmət olmasa. Dəyərli izləyicilərim, gördüyünüz baxın bu yarım tikili evdir, onun 12-yədir. 4 dənə otağı var, bir zalı, mətbəxi, 2 dənə də yataq otağı var. Ətrafında qarşı tərəfi hasarlanıb, darvazası hazır vəziyyətdə, qarşısından çay da keçir. Zəhmət olmasa yarım tikili köhnə dədə-baba evini də göstərim sizə. Əziz izləyicilər, yəni o evdə yaşamaq da mümkündür hal-hazırda. Buranı istəyən şəxslər bizimlə əlaqə saxlasın. Kommunal xəttlərin hər biri var. Qaz, su, işıq, internet. Bunların heç biri problem deyil. Əsas da önəmli olan odur ki, qarşısı birbaşa asfaltın yanıdır. İstəyən şəxslər bizimlə əlaqə saxlasınlar. Sağ olun, izləmədə qalın.